3. Qarabağın erməni basqınlarına müdafiəsi tədbirləri. AXC yaranarkən qanuna hakimiyyət tabe olmaqdan imtina edən Qarabağ erməni əhalisi Ermənistanın yardımı ilə bölgədə bölüşdürücü fəaliyyətini yürüdürdü. Məqsəd Qarabağın dağlıq hissəsini zorla Ermənistana birləşdirmək idi. 1918-ci ilin yayında Andranik və digər erməni general rəhbərliyi ilə quldur dəstələr Zəngəzur, Naxçıvan, Qarabağda soyqırım törətdilər. Bu dövrdə Qafqaz İslam ordusu diqqətini Bakını azad etməsinə yönəltdiyi üçün ermənilər hücumlarına genişləndirdilər. Bakının azad edilməsindən sonra AXC hökuməti Qafqaz İslam ordusunun bir hissəsini Qarabağa göndərdi. Nəticədə Qarabağ AXC hakimiyyəti bərqərar edildi. Azərbaycanlı əhaliyə qarşı soyqırımın qarşısı alındı. Bölgədə sabitlik təmin olundu. Lakin 1918-ci noyabrında Osmanlı qoşununun Azərbaycan təşkilləşməsindən sonra ermənilər yenidən fəallaşdı və Zəngəzur və Qarabağa Azərbaycan əhalisinə qarşı vəhşilər törətməkdən əl çəkmədilər. 1919-cu ilin yanvarın 15-də Qarabağ General Qubernatorluğu yaradıldı. Bu fəaliyyətinə baxaq, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qazaları daxil idi. Qarabağ General Qubernatorluğu ərazisində Qarabağ General Qubernatorluğu vəzifəsinin Milli Azadlıq Hərəkatının görkəmli nümayəndələrindən olan AXC-nin ilk hökumətinə hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin olundu. Qubernatorluğun mərkəzi Şuşa şəhəri idi. Qarabağda bu vəzifəni təsis edilməsi, düşmənin yəni edilməsi və düşməni Xosrov bəy Sultanov vəzifəyə təyin olması ermənilərin nəticəsiz qaldı. Yəni ermənilər bu şəxsi seçilməyini istəmirdilər. Xosrov bəy Qarabağın gördüyü tədbirlər nəticəsində Qarabağda Andranikin Qarabağ basqınlarına son qoyuldu. Qarabağda pozuntusuz fəaliyyət aparan Erməni Milli Şurasının fəal üzvləri General Tumson yardımı ilə ölkə ordularına çıxarıldı. Şuşanın erməni əhalisi separatçılıq fitnəkarlarına görə Xosrov bəy Sultanov məktub yazaraq onun şəxsində Şuşa müsəlman əhalisinə üzr istədi. 1919-cu ilin avqustunda Qarabağın dinc erməni əhalisi AXC hakimiyyətinə tabe olmaqla bağlı hökumətlə saziş imzaladı. Bununla da bölgənin dinc erməni əhalisi Azərbaycan hakimiyyətini tanımalı oldu. Zəngəzurda erməni ərazi iddialarına baxaq. 1919-cu ilin payızında Zəngəzurda müsəlman əhaliyə qarşı cinayətlərin və işğalın qarşısını almaq üçün tədbirlər görüldü. Sonra isə İngilis komandanı vasitəsilə AXC Ermənistan Respublikasında 1919-cu ilin noyabrında Tiflis sazişi imzalandı. Tiflis sazişinə əsasən hər iki tərəf qoşunlarını Zəngəzura çıxartmalıdır. Lakin Tiflis sazişinin imzalanmasına bir neçə gün sonra ermənilər bunun şərtini pozaraq bölgəyə qoşun yeritdi. Naxçıvan ermənilərin ərazi iddialarına baxaq indi. 1918-ci ildən erməni silahları Naxçıvan müsəlman əhalisinə qarşı qırğınları genişləndirdilər və 1914-cü il 18-ci ilin 4 il Batum müqaviləsinə əsasən həmin ayda Naxçıvana gəlmiş Osmanlı qoşunları yerli silahlı dəstələri yardım ilə bölgədə müdafiəsi möhkəmlədi. Lakin Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlub olaraq Mudurq sülhü ilə Azərbaycanı tərk etməsindən sonra erməni quldur dəstələri Naxçıvanda yenidən fəallaşdı və 1918-ci ilin noyabrının əvvəllərində vətənpərvərlər Naxçıvanda Aras Türk Respublikasını yaratdılar. Aras Türk Respublikasını yaratmaqda məqsədi bu idi ki, dinc müsəlman əhalinin erməni təcavüzündən müdafiə etmək və ərazini Ermənistan tərəfindən işğalına yol verməmək idi. Aras Türk Respublikasının Cənubi-Qərbi Azərbaycan adı ilə AXC birləşməsi xahişini nəzərə alan hökumət bunu təmin etmək üçün 1919 fevralında Naxçıvan General Qubernatorluğu yaratdı. İndi fəaliyyətinə baxaq, Bəhram xan Naxçıvanski Naxçıvan General Qubernator təyin edildi. Qubernator ərazisi Naxçıvan, Ordubad, Şəhər Dərəz və Edibasar daxildir. Lakin Cənubi Qafqazda İngilis komandanının Naxçıvan məsələsinin qəribə siyasəti 1919 ilin mart-iyul aylarında burada erməni idarəsinin fəaliyyət göstərməsinə şərait yaratdı. Buna görə də Naxçıvan General Qubernatorluğu bölgədə 5-6 ay fəaliyyətini davam etdirə bilmədi. Nəhayət AXC-nin güclü diplomatik təzyiqi və yerli əhalinin qətiyyətliyi sayəsində Naxçıvanda erməni işğal rejimi ləğv edildi və 1919-cu ilin avqustunda Səməd bəy Cəmlinskinin başçılığı Naxçıvan General Qubernatorluğu öz fəaliyyətinə başladı. Separatçı Muğan Respublikasının ləğv edilməsinə baxaq, 1919-cu ilin mayında Bolşeviklər Lənkəranda Sovet hakimiyyətinin qurulduğunu və Muğan Sovet Respublikasının yarandığını elan etdilər. İndi mövzu şərait yaradan amillərinə baxaq. Muğan Sovet Respublikasının separatçılıq silah sürət və pul yardımı göndərməsi və AXC-nin əsas hissələrinin Qarabağ ermənilərə qarşı mübarizə, bir qismi isə şimaldan gələn tərkibə qarşı göndərməsi buna şərait yaratmışdır. Lakin 1919 avqustunda separatçılığın qarşısını almaq məqsədi ilə bölgəyə gələn general-mayor Həbib bəy Səlimov başçılığı ilə milli ordu hissələri qiyamçı qüvvələri məğlub etdi. Muğan Sovet Respublikası ləğv edildi. Lənkəran bölgəsi Muğanı Azərbaycana qaytardı. Bölgədə AXC hakimiyyəti bərqərar olundu. Beləliklə formalaşmış Azərbaycan ordusunun hərbi hissələri Lənkəran əmətində uğurla çıxış etdilər. AXC hökumətinin ərazi bütöv təmin etmiş tədbirlərə baxsaq, 1919 yanvarında Qarabağ General Qubernatorluğu yaratdılar. 1919 fevralında Naxçıvan General Qubernatorluğu yaratdılar və 1919-cu ilin avqustunda Lənkəran bölgəsində yaradılmış separatçı rejimi ləğv etdilər. İndi iqtisadi tədbirlərə baxaq. AXC-nin bütün fəaliyyət dövründə daim diqqət mərkəzində saxlanıldı. AXC-nin bütün ərazisi və 1919-cu dekabrında parlament AXC-nin yeni 3-cü hökumətinin başçısı kimi çıxış edən Nəsib bəy Yusuf bəylinin əslində 3-cü hökumətin başçısı burada səhv yazılıb, Fətəli xan Xoyskidir və bəzi iqtisadi zərurətlər haqqında məlumat vermişdi. Bunlar nə idi? AXC-nin iqtisadi siyasətinin əsas prinsiplərindən biri iqtisadi platformasında bütün mülkiyyətin formalarının inkişafı üçün bərqərar imkanı yaradılması idi. Ümumiyyətlə AXC hökumətinin iqtisadi siyasətinin mahiyyəti belə idi ki, xüsusi mülkiyyət toxunulmazlığının azad sahibkarlığın inkişafı üçün vacib olduğunu qəbul edir və onun miqyasının ifrat artmasına qarşı idi. Artan inflyasiya şəraitində milli pul vahidləri möhkəmlənirsə, onun
ardıcıl qabiliyyətinin qorunub saxlanılması başda vəzifələrdən biri hesab edildi. Qiymətli metalların xarici daşınmasına görə məsuliyyət müəyyən edilmişdi. Daxili bazarın qorunması üçün xaricdən gətirilən bir sıra mallarda qoyulan gömrük rüsumlarını artırmaq, eyni zamanda ölkədə məhsulların xaricə azad şəkildə ixracı üçün zəruri qanunlar da qəbul edilmişdi. İndi 1918-in iyununda hökumət ölkənin ərazi təhlükəsizliyini təmin etmək məqsədilə ərzaq məhsullarının xamalını ölkədən kənara çıxarmasını müvəqqəti qadağan etdi. Daha sonra 1919-cu sentyabrında Azərbaycan Dövlət Bankı yaradıldı və buna da uyğun olaraq biz görəcəyik ki, Bakı bunu da fəaliyyətə başlayacaqdır. Neft strategiyasına baxaq AXC-nin. Azərbaycan neftinin xarici bazarlara satışı kəskin azalması səbəbilə neft sənayesində böhran dərinləşməkdə idi və 1919-cu oktyabrında hökumət neft mədənləri və zavodları Xəzər ticarət donanması gəmilərinin sahibkarları qaytarmaq barədə nəzərdə tutan bəzi qərarlar qəbul etdi və neft sənayesində xüsusi mülkiyyət prinsipinə bərpa edildi. Daha sonra neft ölkədə ixracın əsas mənbəyi olduğu üçün hökumət ona əlaqədar iqtisadi əlaqələri bərpa etməyə çalışırdı. Rusiya bazarı respublika üçün itirdiyinə bütün diqqət Azərbaycan neftinin dünya bazarı ixracına imkan verən Bakı Batum neft kəmərinin istifadəyə yönləndirilmişdi. Və AXC-nin 4-cü hökuməti əvvəlki hökumətlərdən fərqli olaraq Bakı neftinin əsas istehlakçısı kimi daim bu məhsulu ehtiyac duyan və əsas bazarı hesab edən Fransa və İtaliya əlaqələrə üstünlük vermişdi. AXC hökumətinin sosial tədbirlərinə baxaq. AXC hökumətinin sosial siyasət proqramına əsasən tədbirlər həyata keçirdi. İnflyasiya ilə əlaqədar bir neçə dəfə əhalinin maaşları artırması haqqında qərar qəbul edilmişdi. Kasıb ailələrin uşaqlarına yardım edilməsi haqqında qanunlar qəbul olundu. 1918 və 1920-ci ildə ermənilərin törətdiyi vəhşiyyət zamanı İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 min nəfərə qədər qaçqın düşmüş əhalinin problemini həll etmək üçün bəzi tədbirlər görüldü və ərzaq, pul və bəzi yardımlar edildi. 1919-da Müsavatın parlamentdə təqdim etdiyi aqrar İslahat qanunu layihəsi hazırlanması üçün parlament komisiya yaradıldı. Parlament komissiyası hazırladığı bu qanun layihəsində bütün torpaqlar dövlət mülkiyyəti elan edildi və mülkədarların ixtiyarına müəyyən olmuş miqdarda torpaq sahəsi saxlanması nəzərdə tutuldu. Lakin fəhlə məsələsi, eləcə də AXC-nin varlığı üçün ən mühüm məsələ olan aqrar islahat layihəsi müzakirəsi, siyasi çəkişmə və ikinci hökumətin böhranı ilə qədər baş tutmadı. Düşmən qüvvələr hansılardı? Sosialistlər fraksiyası və təbliğatında aqrar məsələnin həll olunmaması faktlarını yalanaraq əhali içərisində narazılığı artırmağa çalışırdılar. Ümumilikdə AXC sosial dayaqlarını aşağıdakı amillər zəiflətmişdi. Aqrar məsələ hesabının keçirilməsinin ləngiməsi, sənayenin inkişafı yardım tədbirlərinin tam həyata keçirilə bilməməsi və fəhlələrin işləri ilə bağlı zəruri tədbirlərin tam görülməməsi idi. İndi AXC-nin dövründə baş verən mədəni tədbirlərə baxaq. AXC xalq maarif sahəsində və ən başlıca vəzifələrdən biri təhsil sisteminin yenidən qurulması və milli kadrların hazırlanması idi. Ona görə də hökumət mədəni sahədə ilk tədbirləri təhsil sahəsində həyata keçirdi. Və təhsil sisteminin milli zəmində yenidən qurulması üçün 1918-ci avqustun 28-də təhsil müəssisələrinin milliləşdirildi. Avqustunda Nazirlər Şurasının qərarı ilə ibtidai məktəblərdə şagirdlər öz ana dilində təhsil almasına yanaşı dövlət dili kimi türk dili, yəni Azərbaycan dili tədris məcburi oldu. Orta məktəblərdə tədris türk dilində aparılmalı idi. Daha sonra dövlət idarələrində, orduda, məhkəmələrdə və dövlət dilindən istifadə olunurdu. Bununla yanaşı milli kadrlar hazırlanması qədər dövlət idarəsində rus dilindən istifadəsi icazə verilirdi. Qadınların təhsilə cəlb olunmasına xüsusi diqqət yetirildi. Orta təhsil müəssisələrində Azərbaycan qızlarının sayı artmışdı. Məktəblərdə türk xalqları tarixi fənnində tədris olunmağa başlamışdı. Ordu müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülüb və onun əsasında Qazax-Azərbaycan Qazax müəllimlər, yəni Azərbaycanın filialı olaraq Qazax müəllimlər seminariyası təşkil olundu. Parlament 1919-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Universitetinin təhsil haqqında qanun qəbul etdi. Yəni Bakı Dövlət Universiteti yaradıldı. Yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün 100 nəfər gəncin dövlət hesabına xaricdə ali məktəbə təhsil alması üçün göndərməsi haqqında qanun da qəbul olundu. Bu tələbələr Almaniya, Fransa, Osmanlı, İtaliya, Böyük Britaniya, Rusiya universitetlərinə göndərməsi nəzərdə tutuldu. Lakin Rusiya vəziyyətlə əlaqədar nəzərdə tutulmuş 13 nəfər göndərmək mümkün olmadı. Bakı Dövlət Universiteti bir neçə ay sonra tarix, filologiya və tibb fakültələri fəaliyyətə başladı. Mətbuata baxaq. Hökumətin mətbuat azadlığı tətbiqi etməsi sayəsində müsbət təsir göstərdi. Əksəriyyəti türk, yəni Azərbaycan dilində və müxtəlif ideya istiqamətində 100-ə yaxın qəzet və jurnal fəaliyyət göstərdi. Bunlar İstiqlal, Azərbaycan, Qurtuluş, Mədəniyyət kimi qəzetlər idi. Azərbaycan qəzeti AXC-nin rəsmi mətbuat orqanı olmuşdu. Xalqın Milli Azadlıq Şurasının formalaşmasında fəal iştirak edən və bu qəzetin hökumətin rəsmi sənədləri, qərarları, fərmanları, parlament iclasının məlumatları çap olunurdu. Cəmiyyətlər yaranmışdı həmin dövrdə. Bakı dövlətinin nəzdində müsəlman şərqini öyrənən cəmiyyət türk xalqları arasında mədəni əlaqələri inkişaf etdirmək üçün onların bir-birinə yaxınlaşdırmaq məqsədilə Türk Ocağı cəmiyyəti yaradılmışdı. İndi incəsənətinə baxaq, parlament binasında İstiqlal Muzeyi yaradılmışdı. Burada Azərbaycanın azadlıq istiqlalinə dair sənədlər, arxeoloji tapıntılar, silahlar, rəsm məsələləri, xalçılıqla aid bütün nümunələr toplanmışdı. Teatra baxaq, AXC-nin yaranması ilə Milli Teatrın fəaliyyəti canlandı. Dövlət teatrı təşkil olundu. Nəriman Nərimanov Nadir Şah faciəsi isə ilk dəfə bu teatrda tamaşaya qoyuldu. Milli özünü dəyişiklik tədbirlərinə isə baxsaq, hökumətin qərarı ilə tarixi yerlərdə, şəhərlər və digər yaşayış məntəqələri tarixi adları bərpa olundu. 1918-ci ildə Yezavitpol yenidən Gəncə, Qarayagin qəzası isə əvvəlki Zəbər qəzası adını aldı.
İndi AXC-nin xarici siyasətindən başlayaq danışmağa. İstiqlal bəyanatının 3-cü bəzində AXC xarici siyasətinin əsas prinsipi kimi beynəlxalq birliyin bütün üzvlərə bərabər hüquqlu qarşılıqlı əlaqələrin qurulması ilə qonşu münasibətlər yaranması nəzərdə tutuldu. İlk dövrdə AXC-nin xarici siyasətinin əsas vəsaiti dövlət suverenliyini qorumaq üçün əldə bütünlüyü təmin etmək idi. Bu zaman əvvəlcə Osmanlı, daha sonra Böyük Britaniya, Azərbaycan hərbi nümayəndələri AXC hökumətinin normal münasibətlər yaratması vacib idi. Lakin beynəlxalq vəziyyətin sürətlə dəyişməsi AXC hökumətinin çevik xarici siyasət yürütməsini tələb edirdi və iş cümlələrdən qonşu dövlətlə münasibətlərə mühüm əhəmiyyət verilirdi. Dostluq və qarşılıqlı anlaşma prinsipi ilə münasibətlərin qurulmasına, mübahisəli məsələlərin həllinə zorakılıqla imtina edilməsinə və qarşılıqlı ehtimalın yaradılmasına. Və bu prinsiplə bölgədə digər dövlətlərlə əməl edilməsi Versal sülh konfransının onların tanınmasına mühüm yardım etmiş olardı. 1918-ci ayında Cənubi Qafqazda yeni yaranmış 3 milli dövlətin hüdudlarının dəqiqləşən mürəkkəb səbəblərindən AXC mübahisə əraziləri problemi meydana çıxdı. AXC-nin Rusiya, Gürcüstan və Ermənistan mübahisə əraziləri var idi. Əksər hallarda bu problemin iki tərəf danışığı ilə həlli mümkün olmadığı üçün sərhəd toqquşmalara səbəb ola bilər. Bu isə dövlətin istiqamətinin möhkəmlənməsi və sabit inkişafına mane idi. Osmanlı dövlətinə münasibətlərinə baxsaq isə AXC ilk vaxtlarda, yəni 1918 may, oktyabr xarici siyasətində Osmanlı dövlətinə meyilli idi. Bunun əsas səbəbi isə AXC ərazisinin bütövlüyü təmin olunmasında Osmanlı böyük rol oynaması idi və 1918-ci iyulun 4-də AXC Osmanlı arasında Batı müqaviləsi imzalanması ilə Osmanlı imperiyası AXC müstəqilliyini tanıyan ilk dövlət oldu. Ümumiyyətlə Osmanlı dövlətinin Azərbaycan xalqına çox dəyərli yardımlarının əhəmiyyəti bunlar idi ki, Bakının azad olunması AXC-nin təşəkkülünün xeyli kömək etmişdi və Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən ələ keçirilməsini, əhalinin fiziki cəhətdən məhv edilməsinə imkan verməmişdi. Lakin Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlub olaraq 1918 oktyabrın sonunda qalib dövlətlər Mudros müqaviləsini imzalandı və şərtinə əsasən Osmanlı qoşunları Azərbaycanı tərk etməli idi və bu isə AXC-nin vəziyyətini biraz ciddi təsir göstərdi və Azərbaycan ərazisinə Britaniyanın işğal zonası daxil edildi. Buna uyğun olaraq da 1918 noyabrında General Thompson başçılığı ilə 1000 nəfər əsgərdən ibarət İngilis qoşunu Bakıya daxil oldu. Bu da başçılığına əsasən, yəni buradakı maddəyə əsasən Topçubaşovun Osmanlı dövlətinə etirazı AXC-nin hökmənməsi üçün iki dövlət arasında razılaşmış addım idi. Bu sənəd AXC-nin Osmanlı dövlətinin siyasi və siyasəti ilə razılaşmadığını, Azərbaycan dövlətinin milli dövlət maraqlarının bütün gücü ilə qorumağa hazır olduğunu anta dövlətlərə nümayiş etdirmişdi. Thompson başçılığı ilə İngilis qoşunlarının ölkəyə gəlməsindən sonra AXC xarici siyasətdə qərb dövlətlərinin xüsusi Böyük Britaniya yaxınlaşmaları oldu. Cənubi Qafqazın yeni yaranan dövlətlər qarşılaşacağı əsas problemlərdən biri sərhədlərin dəqiqləşdirilməsi idi. AXC mövcud olduğu müddətdə daim qonşu Ermənistanın yersiz iddialarla qarşılaşmışdı. Qafqaz seyminin dağıldıqdan sonra Ermənistan bir dövlət kimi təşəkkül tapması üçün inzibati mərkəz lazım idi. Gümrü, yəni Aleksandropolu Osmanlı qoşunları nəzarətində olduğu üçün erməni paytaxt etmək üçün bir şəhər tapa bilmirdi. Bu zaman erməni nümayəndələri Azərbaycan Milli Şurası müraciət İrəvanlara milli mərkəz kimi verilməsini istədilər. Bununla əlaqədar 1918 mayın 29-da Milli Şura iclasında ermənilərə İrəvan şəhərinin verilməsi haqqında qərar qəbul edildi. Əvəzində ermənilər Azərbaycan torpaqlarına Zəngəzur, Naxçıvan, Şəhər Dəyərəz, Qarabağın Dağlıq Səhsi ərazi iddialarının əl çəkəcəklərinə dair söz verdilər. Milli Şuranın İrəvanı erməni götürmək qərarı isə qaçılmaz aidiyyət və tarixi hərbi zərbə kimi qiymətləndirilmişdir. Lakin onların verdiyi əməl etmədilər və öz dəstələri ilə Zəngəzur, Naxçıvan, Göyçə, Qarabağ bölgəsi İrəvan arasında Azərbaycana əhaliyə qarşı soyqırım törətməkdə davam etdilər. Daha sonra Dağlıq Respublikalı münasibətlərə baxaq. Rusiyanın parçalanması nəticəsində Şimali Qafqazda yaranmış müstəqil Dağlıq Respublikası AXC-yə həmsədəd idi və hər iki müsəlman dövlət ərazisi mübahisə olsa da sonralar Qafqazda qonşuluq münasibəti yaranmış, hətta Dağlıq Respublikası AXC ilə federasiya yaratmaq təklifi səsləndirilmişdi. Bu dövrdə AXC hökuməti Dağlıq Respublikasının maliyyə yardımı ilə göstərmiş və Dağlıq Respublikasının mövcud olduğu Azərbaycan şimalında gələn təhlükəni qoruyurdu. 1919-cu ilin yazında bolşeviklərə qarşı mübarizə aparan General Denikin ordusu Dağlıq Respublikasını işğal edərək onun varlığına son qoydu. Bundan da əlavə bir qeyd olaraq deyə bilərik ki, Dağlıq Respublikasının qurucularından biri olan Rəşid bəy Kaplanov AXC hökumətində nazir kimi də çalışmışdı. Daha sonra Gürcüstanla münasibətlərə baxaq. AXC-nin Gürcüstanla mövcud olan ərazi münasibət danışıqları etməyə çalışırdı. Xüsusilə müsəlman əhalinin çox təşkil etdiyi Borçalı, Zakatala, Qazax mahallaya yanaşı Ahalsıq və Loridə mübahisəli ərazi kimi qəbul edilmişdi. Gürcüstanın da AXC-yə qarşı olan əraziləri var idi. Buna baxmayaraq hər iki dövlət həll edici məqamda bir-birinə ortaq mərhələdə gələ bilər və diplomatik münasibətlər saxlaya bilərdi. Və buna görə də müəyyən bir zamandan sonra bu baş tutdu və Gürcüstanın Bakıda, AXC-nin isə Tiflisdə səfirləri fəaliyyətə başladı. Ağ Qvardiyaçı general Denikinin ordusunun vahid bölünməz Rusiya şüarı Dağlıq Respublikasından sonra Cənubi Qafqaz ilerləməsi Gürcüstan AXC arasında məşğəliyi yaxınlaşdırdı və 1919-cu ilin iyunun 16-sında AXC ilə Gürcüstan arasında hərbi müdafiə paktı bağlandı. Paktda əsasən iki dövlətlərə qarşı 3 il ərzində qarşılıqlı sürətdə əməkdaşlıq etməlidir. Ermənistan hər 2 həftə ərzində bu pakta qoşulmaq təklifi verilsə də bu baş tutmadı və ümumiyyətlə Erməni Daşlar hökuməti mövcud dövründə AXC Gürcüstan Osmanlı mübarizə aparmış və
Cənubi Qafqazda dövlətlərin birliyi yolunda başlıca maneəyə çevrilmişdi. Qacar münasibətlərə baxaq. Qacar dövlətin ilk dövrdə Cənubi Qafqaza aid iddiaların üzündən AXC-ni tanımadı və münasibətləri gərgin olaraq qaldı. Qacarın diplomatı Rusiya imperiyasını aldıqdan sonra 1828-ci Türkmənistan müqaviləsinin qüvvədən düşməsini seçə bilir və bütün Cənubi Qafqaza onları qaytarmasını irəli sürürdülər. Lakin AXC nümayəndələri apardığı danışıqlar və böyük bir tənəzzülər nəticəsində Qacar ərazilərini itirələrə çəkərək 1920-ci ilin martında AXC ilə dostluq haqqında müqavilə imzaladı. Müqavilə ilə Qacar dövləti AXC-nin müstəqilliyini de jure, yəni hüquqi olaraq tanıdı. Hər iki dövlət öz ərazilərində səfir işlərinin fəaliyyəti başlamasına razılıq verdi və hər iki dövlətin müxtəlif sahələrdə əməkdaşlıq etməsi nəzərdə tutuldu. Daha sonra Böyük Britaniya münasibətlərə baxaq. Böyük Britaniya qoşunları Azərbaycan ərazisində 2 dəfə daxil olmuşdu. Birinci dəfə 1918-ci ilin avqustunda Sentra Kasıb diktaturasının dəvəti ilə bu zaman Dəstəmə başçılığı ilə İngilislər AXC hakimiyyəti tanımadı və ikinci isə 1918-ci ilin noyabrında Antalya qüvvələrinin Bakıda təmsilçisi kimi General Thomson başçılığı ilə gəlmişdi. Thomson Bakıda mövqeyini möhkəmləndirib vəziyyəti nəzərə alsa da əvvəlcə AXC hökuməti tanımadı, lakin AXC parlamentinin Fədəl Xanxoyevski başçılığı ilə 3-cü hökumət demokratik prinsiplər əsasında təşkil olunduğunu görəndən sonra burada yeganə mülki hakimiyyət kimi qəbul etdi. Bununla da müttəfiq qoşunları Bakıya daxil olması ilə dövlət müstəqil təhdiddən təhlükə aradan qalxdı. AXC-nin beynəlxalq aləmdə tanınması mühüm hadisə oldu və AXC qərb yönümlü xarici siyasətin qurusunun əsası götürüldü. Və 1919-cu il avqustunda İngilis qoşunları Azərbaycanı tərk etdi. AXC hökumətinin İngilis qoşunları ölkə qalması milli dövlətin müdafiəsinin mühüm amil hesab etdiyi üçün Azərbaycanı tərk etmədən narahatçılıqlar qarşıladı. İngilislər AXC-yə tərk etdikdən sonra Böyük Britaniya komandalığı Xəzər dənizində hərbi donanma böyük hissəsini Azərbaycan hökumətinə verdi və İngilislərin verdiyi gəmilər əsasında AXC-də Xəzər hərbi donanması yaradıldı. Müttəfiq orduları Bakı işğal niyyəti ilə keçsələr də onlar Azərbaycanın yetdiyi siyasəti işğal xarakteri daşımırdı. İngilis qoşunları 1910 avqustunda Azərbaycanın dost kimi çıxdılar. İndi İtaliya ilə münasibətlərə baxaq. Versal Sülh konfransında AXC nümayəndə heyəti qərb dövlətlərinin Qafqaza himayəçiliyi məsələsi müzakirə olsa, Böyük Britaniya sülh versə də onları ölkələri tərk etməsindən sonra Versal Sülh konfransında İtaliya AXC üzərində himayəçilik təklif edildi. İtaliyanın AXC-də böyük iqtisadi marağı olsa da mandatlı götürdüyü ərazi xarici tərəfdən qorumaq üçün kifayət qədər hərbi qüvvəsi yox idi. Konfransda Ermənistan ilə ərazi iddialarına ABŞ vasitəsilə nail olmaq istəyirdi, lakin Avropalı müttəfiqlər ABŞ-i nəinki Qafqazı buraxmağa ehtiyat edir, hətta yaxın şəkildə nüfuz etməsinə qısqanclıqla yanaşırdılar. İtaliyanın Qafqaza meyilli Qafqaza meyilli İngilislərin orada çıxarmaq arzusu ilə sıx bağlı idi. İngilislər Qafqazı tərk edərkən Amerikalılar Fransızların bu regionu bir tərəfli qaydada möhkəmləndirməməsini çalışırdılar. AXC İtaliya ilə iqtisadi siyasi əlaqələr göstərmək üçün Romanya nümayəndəsi göndərmiş və 1920-ci ilin fevralında İtaliya ilə AXC arasında saziş imzalanmış. Sazişə əsasən AXC ordusu hərbi donanması üçün İtaliyadan silah-sursat, hərbi ləvazimat alması nəzərdə tutulmuşdu. İndi AXC-nin nümayəndə heyətinin Paris Sülh konfransına iştirakına baxaq. 1918-ci dekabrın 28-də AXC Milli Şurası, yəni belə deyək ki, dekabrın 28-də artıq parlament idi. Yəni parlamenti Versal Sülh konfransına göndəriləcək nümayəndə tərkibini təsdiq etdi. AXC-nin konfransına iştirak edəcəyi nümayəndə heyətində Topçubaşov rəhbərlik edirdi. Konfransda iştirak edəcək nümayəndə heyətinin müxtəlif dövlətlərdə Azərbaycan adına hər cür siyasi, iqtisadi, maliyyə müqavilə imzalamaq səlahiyyəti verilmiş və qarşılarına Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq üçün başda vəzifəyə qoyulmuşdur. Bundan əlavə nümayəndə heyəti Fransanın AXC nümayəndə heyətinə viza verilməməsini əngəlləmək səbəbilə konfrans başladıqdan 4 ay sonra Parisə gedib çıxa bilmişdilər. AXC hökumətinin Versal konfransında məqsədləri nələr idi? Beynəlxalq birliyin bərabər hüquqlu kimi tanınmaq, millətlər cəmiyyəti üzv qəbul olunmaq və böyük dövlətlər ABC, İngiltərə, Fransa və İtaliya tərəfindən Azərbaycanın müstəqil tanınması idi. Konfransda iştirak edən dövlətlərin 4-cü qrupu, yəni yeni yaranmış dövlətlər və bir tərəfə aid olduğu bilavasitə konfransa iştirak etmək üçün hüquqlara malik deyildilər. Buna baxmayaraq AXC nümayəndə heyəti konfransa gəlmiş digər dövlətlərin nümayəndələri görüşü keçirir və dünya ictimaiyyətinə AXC ilə bağlı məlumat çatdırırdı. Onların apardığı geniş təbliğat erməni dairələrinin AXC ilə bağlı qərb ölkələrində yaratdığı mənfi təsviri əsasən dəyişə bilmişdi. 1919-cu ilin mayın əvvəllərində ABŞ prezidenti və dövlət AXC heyətinin konfransın iştirakçıları əleyhinə çıxışsa da mayın 28-də nümayəndə heyətinin başçısı Topçubaşov ilə görüşməyə razılıq vermişdi. Bu görüş zamanı Topçubaşov Azərbaycan nümayəndə tələblərini əks etdirən AXC-nin yaranması ilə bağlı hazırlanmış və məmnunluqda bir sona təqdim etmişdi. Azərbaycan müstəqil tanınması və o millətlər cəmiyyəti üzv qəbul olunması öz əksini tapmışdı. Topçubaşov Azərbaycana bir daha Rusiya tərkibinə qatılmayacağı və müstəqilliyini müdafiə edəcəyi bildirərək AXC-dən ABŞ-dan AXC-yə iqtisadi yardım göstərməsini xahiş etmişdi. 1919-cu ilin iyununda AXC nümayəndə heyəti 50 səhifəlik kitabça formasında olan tələblərini Qafqaz Azərbaycan Cümhuriyyəti Versal Sülh konfransı memorandum adlı sənədi ilə ingilis, fransız dilində konfrans icraatına təqdim etdi. Sənəddə memorandumda Azərbaycan xalqının dünya xalqı ilə əlaqə tanınması, onun haqqında obyektiv məlumatların verilməsi böyük əhəmiyyət verilirdi. Həmçinin sənəddə AXC-nin müstəqilliyinin tanınacağı ümidvar olduğu da bildirilirdi. AXC müstəqilliyin Versal konfransının tanınmasının əhəmiyyətinə baxsaq, AXC dünya birliyinə qovuşması, geniş əməkdaşlıq sisteminə daxil olması böyük imkanlar yaradırdı. Azərbaycana maraq artırdı və 1920-ci ilin əvvəllərində ABŞ, İngiltərə, İtaliya nümayəndələri bir sıra iqtisadi müqavilələr də imzalanmışdı. AXC geniş miqyaslı dövlətlər arası siyasi və iqtisadi münasibətlərə daxil oldu. AXC xarici siyasətinə keyfiyyətcə yenidən daha geniş miqyasda yürütməyə başladı. Bu məqsədlə
parlament diplomatik nümayəndələr yaradılması haqqında qanun qəbul etdi. Qanuna əsasən Fransa, Böyük Britaniya, İtaliya, İsveçrə, Almaniya, ABŞ, Polşa, hətta Sovet Rusiyasının diplomatik nümayəndələri yaradılmalı idi. Versal konferansına iştirak edən AXC-nin sülh nümayəndələri fəaliyyətini dayandırırdı bundan sonra. Versal Sülh Konferansına AXC-nin müstəqilliyini tanınmasından sonra Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və başqa dövlətlər Bakıda öz diplomatik nümayəndələrini də açmağa başladılar.